Nuklein turşularının funksiyaları: replikasiya, reduplikasiya, transkripsiya, translasiya. Hüceyrədə genetik məlumatlar DNT, zülal, yəni ferment və məhsul dövrəsi üzrə verilir. Bu halda DNT lazım gəldikcə tamamilə müəyyən zülalların sintezi üçün məlumatlar verir. Beləliklə, hüceyrənin ontogenez yolunun və maddələrin mübadiləsinin xarakterində sabitlik əldə edilir. DNT-dən alınan məlumatlar sintez olunacaq zülalların amin turşuları ardıcıllığını kodlaşdırır. Beləliklə, ferment zülalında məlumatlar 20 hərfli kodla, yəni 20 müxtəlif amin turşusu yazılmış olur. DNT molekulunda məlumatlar 4 hərfli kod, yəni 4 müxtəlif nukleotid şəklində saxlanır. DNT-də nukleotidlərin ardıcılığı zülaldakı amin turşularının ardıcılığını müəyyən edir. Bir polipeptiddəki amin turşularının ardıcıllığını müəyyən edən DNT molekulunun sahəsi gen adlanır. Gende bir əsasın başqası ilə əvəz olunması, bir amin turşusu qalığının da başqası ilə əvəz olunmasına səbəb olur. DNT-nin 4 hərfli kodunun 20 hərfli zülal koduna çevrilməsini Morze mətninin teleqrafda işarələrlə hərfli mətnə çevrilməsi ilə müqayisə etmək mümkündür. Bu halda məlumatların çevrilməsində RNT molekulu iştirak edir. Məlumat RNT-si DNT molekulu üzərində onun müəyyən sahəsində nüsxə formasında sintez olunur. Yəni transkripsiya, üzünü köçürmə və üzü köçürmüş məlumatlar ribosoma keçirilir. Ribosomda həmin məlumatlar zülalların sintezi prosesinə çevrilir, yəni translyasiya. Beləliklə də genetik məlumatlar aşağıdakı qaydada verilir. Yəni DNT transkripsiya olur mRNT-yə, o da translyasiya olur zülallara, yəni fermentlərə. Bioloji maddələrdə ancaq DNT özü ikiləşmə, replikasiya qabiliyyətinə malikdir. RNT-li viruslardakı RNT istisna olmaqla. Beləliklə, DNT-nin replikasiyası böyümə, inkişaf və irsiyyat proseslərinin əsasını təşkil edir. DNT molekulu iki dinamik funksiyaya, replikasiya və transkripsiyaya malikdir. Molekulyar biologiyanın mərkəzi müddəasına görə məlumatların verilməsi yalnız nuklein turşularından zülallara doğru həyata keçirilir. Əks istiqamətdə isə bu proses baş vermir. Metabolik proseslərin, xüsusilə zülalların biosintezinin intensiv getdiyi hüceyrələrdə RNT bölünsün DNT nisbəti də böyük olur.